Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Salam dəyərli müəllimlər. Əziz müəllimlər, bugün sizlərə bir neçə kimya sualı izah olunacaq. Həmçinin mən isə kimya ilə inteqrasiya olunmuş bir neçə kurikulum sualı təqdim edib izahını verəcəyim. İndi isə keçək suallara. Birinci sual kimya ixtisası üzrə olan ixtisas sualı olacaq. Başlayaq. Bəli müəllimlər, bugün bizim ilk testimiz kalsium karbonatın parçalanması qrafikinə aiddir. Kalsium karbonatın parçalamasından 75% çıxımla əmələ gələn CO2-nin zamandan asılılıq qrafiki verilib. Gəlin reaksiyanı yazaq. Kalsium karbonat parçalanır, kalsium oksid və karbon qazına. Burada çıxım məsələsi deyil, çıxım. Çıxımda biz həmişə gözümüz əvvəldə duran maddənin miqdarına axtarmalıdır. Burada bizim miqdarımızı verməyib. Amma o demək deyil ki, kalsium karbonatımız yoxdur. Verib, amma biz onu X-a işarə edirik, X. Onun 75% deyil. Gəlin biz X-in 75%-ni tapaq. X-in 75%-ni tapdığımız zaman 75-ə vurub 100-ə bölürük. Bu dedir 0,75 X. 0,75x-dan qrafikdən göründüyü kimi CO2 sıfırdan gəlib 33 qrama. Tənlik üzrə isə 100 qramdır. 100 qramdan alınıb 44 qram. Biz buradan x-i tənasüb yolu ilə tapdıqda x bərabərdir 100 qram edir. Yenə təkrar edirəm, çıxım məsələlərində gözümüz solda duran maddənin miqdarını axtarmalıdır və bu faiz solda duran maddəyə aid olmalıdır. Və cavabımız 100 edir. Doğru cavab B bəndi. Kurikulum sualı ilə davam edək müəllimlər. Nəzərinizə çatdırım ki, göstərdiyim sual 2025-ci ildə kimya müəllimlərinə sertifikasiya imtahanında düşmüş sualdır. Sualı oxuyuram. Məktəbinizin kimya laboratoriyasında yerə az miqdarda turşu dağılıb, tökülən turşunun miqdarı təxminən 100 ml, konsentrasiyası isə 1 moldur. Sən şagird, laborant kimi bu tökülmənin təhlükəsiz şəkildə neytrallaşdırmaq və təmizləmək üçün plan hazırla. Elə bir ki, sanki şagirdlərin qarşısına belə bir situasiya qoyulur ki, belə bir problem baş verib, sən bu problemin həlli üçün bir plan hazırlamalısan. Əziz müəllimlər, bu planı hazırlamaq üçün, yəni bu tökülməni təhlükəsiz şəkildə neytrallaşdırmaq üçün və təmizləmək üçün bir yol olmalıdır, həll yolu. Bunun həlli üsulunu da şagirdlər öyrənirlər. İndi öyrəndikləri həmin üsuldan istifadə edərək bunu neytrallaşdıracaqlar və təmizləyəcəklər. Yəni bildiklərini, öyrəndiklərini bu situasiyada tətbiq etməlidirlər. Yəni bunun üçün bir plan hazırlamaq üçün öyrəndiklərindən istifadə etməlidirlər. Bu da taksonomiyanın hansı mərhələsinə uyğun gəlir? Yəni burada uşaq özündən bir yaradıcılıq, nəsə bir ixtira etmir. Sadəcə olaraq bunun neytrallaşdırma yolu var, həlli üsul var. Həmin o üsuldan bu situasiyada istifadə edəcək. O da olacaq nə? Tətbiq etmək mərhələsi. Dəyərli müəllimlər, indi isə ikinci nümunəmizə baxırıq. Belə bir qarışıq qrafik verilib və bu isə bizim reaksiyamızdır. Burada kütlənin zamandan asılılıq qrafikində biz həmişə yada saxlamalıyıq ki, artan alınan məhsuldur. Sərf olunan isə azalan ilkin başlanğıc məhsullardır. Bizdən doğru olan ifadələr soruşur. X kükürtdür, Y alüminiumdur. Biz indi bilək hansı hansıdır. Gəlin təlimimizi yazaq. Görürük ki, azalan, baxın, M nöqtəsindən bir B-yə gedib, bir A-ya gedib. Biz bunun alüminium və kükürd olduğunu bilmirik. Onu tapmaq üçün eyni nöqtədən çıxdığı üçün ikisini də eyni deməli kütlədə götürüblər. M-i bu 2 vur 27, 54 edir. Bu 3 vur 32, 96 edir. 3 vur 32, 96. Biz M-i 54-ə bölürük. Sonra M-i 96-ya bölürük və hansı kiçik qiymət alınırsa, deməli, o daha çox sərf olunur. Və burada görürük ki, kükür daha çox sərf olunur. Grafikədə baxdığımız zaman hansı daha çox sərf olunur? M nöqtəsindən A-ya düşən, yoxsa M nöqtəsindən B-yə düşən? Təbii ki, burada görünür ki, M nöqtəsindən A-ya düşən daha çox sərf olunur. Deməli, bizim kükürdümüz X-dir. Buraya yazıram kükürd. M-dən isə B-yə düşən oldu alüminium.
Çünki biz bayaq nə dedik? Sıfırdan artan xətt həmişə reaksiya məhsuluna aid olur. Çünki bu T1, T0, yəni reaksiyanın əvvəlində sıfıra bərabərdirsə, alınan qrafikdə, yəni alınması istiqamətində gedəndə reaksiya məhsuluna aid olur. Deməli, Z də alüminium 3-dür. Və biz buradan təyin etdik ki, X kükürtdür, doğru ifadədir. Y maddəsi alüminiumdur, bu da doğru ifadədir. A qram X reaksiya daxil olub. A qram X xeyr, A qram X qalıb. Yəni M başlanğıc miqdardır, A isə qalıb. Və indi görək nə qədər sərf olub. İndi burada deyir ki, buna bir çıxaq qoyaq. B qram Y maddəsi reaksiya daxil olub. Xeyr, B qram belə deyək, loru dilində desək, qabda qalanımızdır. İndi bizdən soruşur ki, bu da səhv ifadə. Bizdən bu ifadələr hansının düz olub olmadığını soruşaq. Gəlin baxaq. S alınıb. Biz qaba nə tökürüksə, sonda əldə etdiyimiz bizim tökdüyümüz maddə, lap loru dilində izah etsək, qaba tökdüklərimizdən alınan maddədir. Biz M-B qədər alüminium sərf olunub. Yəni, bu alüminium nə qədər xəşləndirsə, kükürt nə qədər xəşləndirsə, məhsulumuz da o qədər alınmalıdır. Görək nə qədər sərf olub. Alüminiumumuz M-dən B-yə gəlib. İlkin M qramdır. Sonra qalan isə B qramdır. Sərf olunan nədir? Başlanğıc, son. Sərf olunan da başlanğıcdan son çıxıram. Yəni, M minus B qədər sərf olunub. Y. Yəni, alüminium. Gələk kükürdə. Kükürt B-dən A-ya gəlib. Yəni, B minus A qədər sərf olur. Alüminiumun sərf olduğu, kükürt sərf olduğu biz cəmləsək, bizə sonda bu maddəni reaksiya məhsulumuz verir. Yəni, S-ni verir. Gəlin buradan hesablayaq görək, bu ifadə verirmi? Bəli, S bərabərdir. 2M minus B minus A. Deməli, bu ifadə düzdür, bu ifadə səhvdir. Deməli, doğru cavab 1, 2 və 5-dir. Gördüyünüz bu sualda sertifikasiyada istifadə olunmuş bir sualdır. Nəzərinizə çatdırım ki, sertifikasiyada miqdə də deyəcəm. Sertifikasiya imtahanında məsələn 10 sualdan hardasa 3-ündə, 4-ündə inteqrasiya olunmuş sual olur. Yəni, sırf kimya fənni ilə əlaqəli kurikulum sual olur. MİQ imtahanında isə bu 5-6 sualı əhatə edir. Gəlin sualımıza diqqət yetirək. Yenə də taksonomiya ilə bağlıdır. Sənin laboratoriya yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparıb. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur və təzyiq şəraitində toplanan hidrogen qazının həcmi 448 ml olmuşdur və bu zaman 0,5 qram X metalı istifadə edilmişdir. Təcrübə zamanı istifadə olunmuş metalı müəyyənləşdir. Yəni, burada şagird təcrübə zamanı istifadə olunan metalı müəyyənləşdirməlidir. Bunu da müəyyənləşdirmək üçün yenə də öyrəndiklərini istifadə etməlidir. Yəni, təcrübədə istifadə olunmuş metalı müəyyənləşdirməyin bir yolu var, həlli üsulu var. Nə vaxtsa bunu öyrəniblər. İndi qarşılarına çıxan bu situasiyada öyrəndikləri üsullardan hansını tətbiq edəcəklərinə şagirdlər özləri qərar verməlidirlər. Həll yolundan istifadə edib problemi həll etməlidirlər. Bu da yenə də taksonomiyanın hansı mərhələsinə uyğun olacaq? Əlbəttə ki, tətbiq. Çünki uşaqlar öyrəndikləri həlli yollarını bu məsələdə tətbiq edəcəklər. Dəyərli müəllimlər, sonuncu sualımız Naxçıvan duzu ilə əlaqəlidir. Bizə uzun bir nümunə veriblər. Naxçıvan duzun tərkibində 84 mineral olan birləşdirən ən fayda məhsullarından biri hesab olunur. 1927-ci ildə oxuyuruq, məsələnin sonuna gələndə təbii ki, əvvəli unuda bilərik. Amma bizə bu ölçüdə olan məsələdə vacib olan məqam budur. Yəni, nə qədər çıxarılırsa, onun tərkibində həll olmayan quru qalıq 0,5% olur. Yəni, x qədər götürsəm, onun 0,5 x-i qədər həll olmayan quru qalıq olur. Çünki məndən sonda elə suda həll olmayan quru hissəni soruşur. Və biz burada kiloqramla işləyirik, təbii ki, kiloqram. Sonda kiloqram soruşduğu üçün heç bir dəyişiklik etməyə ehtiyac yoxdur. 250 kiloqram həll olmayan hissə qalarsa, 250 kiloqram.
quru hissə qalarsa bizim ilkin hissəmiz, daha doğrusu neçə ton Naxçıvan duzu lazım olar. Bunu da A ilə işarə edim. Buradan təbii ki bu x-lar gedəcək. Bizə 2 məchul olmaq isə çaşdırmasın. A bərabərdir 251 böl 0,5. Bu da edəcək 5000 kiloqram. Cavab kiloqramla istədiyi üçün heç bir dəyişikliyə ehtiyac yoxdur. Bu isə çox maraqlı bir situasiya sualıdır. Bu cür sualı yazmaq əslində çox asandır. Variantların hamısına diqqətlə baxırsınız. Y variantına qədər tələsmədən hamısını oxuyub ən uyğun, ən məntiqli cavabı düzgün cavab kimi seçirsiniz. Gəlin sualımıza baxaq. Müəllim şagirddən soruşur. Layihənin təhvil verilməsinə az qalıb. Yəni bilirsiniz də, layihə işi əsasən komanda şəklində olur. Müşahidə edirsən ki, qrup üzvlərindən biri öhdəsinə düşən məsələni tamamlamaqda çətinlik çəkir. Lakin köməkdə istəmir. Yəni qrup işidir. Bilirsiniz ki, qrup işində hamı aktiv olmalıdır. Məsələn, 5 uşaq varsa, 5-i də işin görülməsində iştirak eləməlidir. Şagirdlərdən biri nəsə passivdir, çətinlik çəkir, nə də utandığından demir ki, mənə kömək edin. Yəni, adam var ki, kömək edin sözünü dilə gətirə bilir. Elə uşaq da var ki, kömək edin sözünü dilə gətirə bilmir. Bu uşaq da həmin uşaqlardandır, kömək istəmir. Belə olan halda nə edərdim? Baxın, suala diqqətlə baxın, nə deyir? Hansı cavab bu şagirdin əməkdaşlıq və problem həll etmə bacarığının yüksək olduğunu göstərir. Yəni, söhbət bu köməyə ehtiyacı olan uşaqdan getmir. Digər uşağa sual verirəm ki, bax, sənin bir yoldaşın var, problemi həll etməkdə çətinlik çəkir. Sən nə edərsən? Və sualda da deyir ki, elə bir cavabı seçin ki, həmin şagirdin əməkdaşlıq və problem həll etmə bacarığı yüksək olsun. Gəlin baxaq. Ona köməyə ehtiyacı olduğunu hiss etdirmədən dəstək göstərməyə çalışardım. Bu çox yaxşı cavaba oxşuyur. Yəni, minnət eləmədən, elə bir başına vurmadan ki, sən, ay yazıq, eləyə bilmirsən ki, mən səni kömək eləyim. Belə yox. Yəni, deyir, köməyə ehtiyacı olduğunu hiss etdirmədən. Yəni ki, ona bir başına vurmadan, sən yazıqsan, eləyə bilmirsən demədən yaxınlaşıb, bir jest eləyib, ona köməklik göstərmək. Bu yaxşı cavaba oxşuyur, amma birbaşa bunu seçmirik. Gəlin bütün variantları oxuyaq. Gözləyərdim ki, özü kömək istəsin. Əgər istəmirsə, bu onun məsuliyyətidir. Mən neyniyim? Mən qarışmazdım. Görürsünüz, bu cavab uyğun cavab deyil. Çünki bizdən tələb edir ki, sənin əməkdaşlıq qabiliyyətin yüksəkdir. Yəni, əməkdaşlıq qabiliyyəti yüksək olan şagird nə etməlidir? Əməkdaşlıq qabiliyyəti yüksək olan şagird kömək eləyər də. Deməz ki, özünüz kömək istə də, dilim var, ağzım var. Kömək istəmirsən, mən neyim? Deməli ki, bu düzgün cavab deyil. Müəllimə xəbər verərdim ki, filan şagird işi çatdıra bilmir. Müəllimin özü tədbir görsün. Bu da düzgün cavab deyil. Niyə? Çünki burada hər şeyi müəllimin öhdəsinə buraxır. Axı, sualda deyir ki, şagirdin özünün əməkdaşlıq qabiliyyəti yüksək olmalıdır. Mən onun yerinə işi tamamlamağa çalışardım ki, qrup işi yubanmasın. Əgər şagird belə bir cavabı verirsə, işi özü yerinə yetirirsə, axı onda yoldaşına kömək eləmədi. Yoldaşına dəstək olmadı. Əməkdaşlıq deyir axı. Deyir, əməkdaşlıq eləsin. Da özü elədisə, sinif yoldaşına kömək eləmədisə, burada hansısa əməkdaşlıqdan söhbət gedə bilməz. Ona görə bu variant da düzgün deyil. Öz işimi vaxtında bitirib, digərlərinə qarışmazdım. Hər kəs özü öz məsuliyyətini daşımalıdır. Burada da əməkdaşlıqdan söhbət gedə bilməz. Ona görə o cavabı da düzgün cavab deyil. Sualımızın düzgün cavabı olacaq A variantı. Gördüyümüz kimi situasiya suallarından qorxmağa dəyməz. Cavab əslində ortadadır. Bugünlük bu qədər. Sağ olun. Sağlıqla qalın. Ümid edirəm ki, izahımızı bəyəndiniz. Növbəti video izahlarda görüşənədək.